robotexnikanı çox sevirəm və robotexnikanı öyrənmək üçün bu kursa gəlmişəm. Burada ən çox öz dizaynımı düzəltmək, özümdən paltarlar, öz ideyalarımdan istifadə edərək dizayn yaratmaq xoşuma gəldi. Gələcəkdə bu sahəni davam etdirməyi də düşünürəm. Ən çox robotların Legodan düzəldilməsi, robotların döyüşdürülməsi, robotların yarışı çox xoşuma gəlir. Burada proqramlaşdırma öyrəndim, robot düzəltməyi öyrəndim. Gələcəkdə mən bu sahədə işləmək istəyirəm. Çox qəşəngdir, inkişaf elədi və ya da gələcəkdə hamı robotla məşğul olacaq. Mən əslində vəkil olmaq istəyirdim, ancaq bura gəldikdən sonra qərarım dəyişdi. İndi robotexnika üzrə gələcəkdə davam etmək istəyərəm. Robotların məqsədi insanların həyatını asanlaşdırmaqdır və mən gələcəkdə robotexnikada işləmək istəyirəm.